yaxşılığı əmr etmək və pislikdən çəkindirmək. Ey insanlar! Allahın Quranda öz övliyalarına, vəlilərinə nəsihət vermək üçün Yəhudi alimləri haqqındakı qınağından ibrət götürün. Allah Teala belə buyurur: Nə üçün Yəhudi və xaçpərəslərin ilahi alimləri və dini bilik sahibləri onları günah danışıqdan və haram yeməkdən çəkindirmirlər? Onların həmişə etdikləri çox pisdir. Yenə buyurur: İsrail övladlarından kafir olanlar Davudun və Məryəm oğlu İsa'nın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə Allahın təyin etdiyi həddi aşmalarına görə idi. Onlar etdikləri heç bir çirkin işdən əl çəkmirdilər və bir-birlərini çəkindirmirdilər. Doğrudan da onların gördükləri iş çox pis idi. Allahın bu qınağının səbəbi isə bu idi ki, onlar aralarında olan zalimların gördüyü pis işlərə şahid olduqlarına baxmayaraq, dünya malına olan bağlılıqları və qorxularından ötürü həmin pis əməllərə mane olmur, buna etiraz eləmirdilər. Halbuki Allah Teala belə buyurmuşdur: Ey Yəhudi alimləri! İnsanlardan qorxmayın, məndən qorxun. Yenə belə buyurur: Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. Bir-birlərinə ağıl və şəriət baxımından yaxşı hesab edilən iş görməyi əmr edir və ağıl və şəriət baxımından pis sayılan işdən çəkindirirlər. Namaz qılır, zəkat verir və Allah və onun Peyğəmbərinə itaət edirlər. Uca Allah vacibata, yaxşılığa əmr etmək və pislikdən çəkindirməklə başlamışdır. Çünki o bilir ki, əgər bu vacibat haqqı ilə yerinə yetirilib tətbiq edilsə, asanlığına ya da çətinliyinə baxmayaraq, digər bütün vacibatlar da yerinə yetiriləcəkdir. Belə ki, yaxşılığa əmr etmək və pislikdən çəkindirməyin özü də zülmü rədd etmək, zalıma qarşı çıxmaq, beytülmalın və qənimətlərin lazımi şəkildə paylanılması, zəkatın lazımlı yerdən alınaraq ehtiyacı olan insanlara çatdırılması kimi İslama bir dəvətdir. Sonra isə siz ey elmi ilə məşhur olan, xeyirlə yad edilən, nəsihətlə tanınan cəmaat, sizdə elə bir heybət var ki, bunu Allah sizə bəxş etmişdir. Bilin ki, şərəfli insanlar sizdən çəkinir, zəiflər isə sizə hörmət göstərir. Bəziləri isə özlərini sizə fəda edirlər. Halbuki sizin onlardan heç bir üstünlüyünüz yoxdur. Məsul şəxslər insanların istəyini yerinə yetirməkdən imtina etdikləri zaman, siz onlara şəfaətçi olur, yol gedərkən sultanların heybəti və böyüklərin izzəti ilə yeriyirsiniz. Görəsən, bütün bunlar sizdən tələb olunan ilahi haqlar uğrunda qiyam etməyiniz üçün deyildirmi? Halbuki, siz bir çox ilahi vəzifələrinizi yerinə yetirməkdə səhlənkarlıq edirsiniz. İmamlara qarşı haqsızlıq edir, zəiflərin haqqını tapdalayır, lakin sizin olduğunu iddia etdiyiniz haqqınızısa tələb edirsiniz. Siz Allah yolunda nə bir mal sərf etdiniz, nə canınızı onun yolunda bir təhlükəyə atdınız, nə də onun razılığı üçün bir qəbilə ilə, cəmiyyətlə düşmən oldunuz. Bununla yanaşı, siz Allahın cənnətinə girməyi, Peyğəmbərləri ilə qonşu olmağı və əzabından xilas olmağı arzulayırsınız. Lakin, ey Allahdan, əməli olmadığı halda yaxşılıq gözləyənlər
Sizin onun əzab və intiqamına məruz qalmağınızdan qorxuram. Çünki siz Allahın sizə olan inayəti sayəsində üstünlük qazanmış, onun adı ilə bəndələri arasında hörmət görürsünüz. Halbuki sizə hörmət etdiklərinə baxmayaraq, bir çox mömin adamlar var ki, onlara hörmət etmirsiniz. Allahla bağlanan əhdlərin pozulduğunu gördüyünüz halda, bundan narahat olmur, yalnız əcdadlarınızın bəzi əhdlərinin tapdalanmasından narahat olursunuz. Peyğəmbərin əhdlərinə qarşı vəfasızlıq edilmiş, haqları tapdalanmış, şəhərlərdə kör, lal və şikəstlər pənahsız və köməksiz qalmışlar. Onlara mərhəmət edəcək bir nəfər belə yoxdur. Siz də nə mövqeyinizdən istifadə edib onlara yardım etmək üçün bir iş görürsüz, nə də həmin insanlara yardım etmək üçün tələsən insanlara yardım edirsiniz. Zalımlara təlxəyli və yaltaqlıq edərək amanda qalmaq istəyirsiniz. Halbuki Allah sizə insanları bu cür işlərdən çəkindirməyi əmr etmişdir. Sizsə bundan qəflətdəsiz. Əslində insanların arasında Allaha təslim olmadığı üçün ən böyük müsibətə məruz qalan sizsiniz. Çünki siz bu ümmətin alimlərisiniz. Kaş ki çalışıb səy göstərərdiniz, kaş ki bunları başa düşərdiniz. Çünki işləri idarə etmək və hökmləri tətbiq etmək din alimlərinin, Allahın halal və haramını bilənlərin öhdəsindədir. Halbuki bu məqam sizin əlinizdən alınmışdır. Bu məqamın sizin əlinizdən alınmasının səbəbi açıq-aşkar dəlillər gəldikdən sonra haqdan ayrılmağınız və sünnə ilə bağlı ixtilafa düşməyinizdir. Əgər əziyyətlərə qarşı səbr edib Allah üçün çətinliklərə qatlaşsaydınız, ilahi işlər sizə qaydar və məqam sahibi olardınız. Lakin siz öz mövqeyinizi zalımlara verərək ilahi işlərin idarəsini onların əlinə təslim etdiniz. Halbuki bu zalımlar utanmadan şübhələrə yol açaraq şəhvətlərinə tabi olurlar. Sizin onlara tabi olmağınızın səbəbi ölümdən qorxmağınız və sizdən ayrılacaq olan, sizə müvəqqəti verilən bu fani həyata bağlanmağınızdır. Siz məzlumları onlara təslim etdiniz. Onlardan bəziləri əzilmiş kölələrə çevrilmiş, bəziləri də bir tikə çörəyə möhtac hala düşmüşlər. Onlar günahkar və zalımlara itaət edərək, şər insanlarla birlikdə Allahın hökmlərinə qarşı çıxır, hökuməti istədikləri kimi alt-üst edir, həva və həvəslərinə tabi olub, heç bir pis işi görməkdən çəkinmirlər. Bu zalımların hər şəhərin minbərlərində onların istədikləri sözü söyləyən xətibləri vardır. Ölkə onlara tabi olmuş, əlləri hər tərəfə uzanmış, cəmaat onların tabeliyindədir və özünü müdafiə edəcək gücləri qalmamışdır. Bu zəif xalqa hakim olan hakimlərin bəziləri nə Allaha inanır, nə də qiyamət günündən qorxurlar. Təəccüblüdür. Necə təəccüblənməyim ki, İslam torpaqları saxtakar və zalım zəkat məmurlarının möminlərə qarşı şəfqətsiz və insafsız olan xain hakimlərin hakimiyyəti altındadır. Odur ki, gərək Allah münaqişə etdiyimiz məsələlərə dair bizim aramızda hökm verib mühakimə etsin. İlahi, sən özün bilirsən ki, bizim tərəfimizdən gerçəkləşən bu qiyamımız səltənət, hakimiyyət və bu fani dünyaya bağlılığımız üçün deyildir. Əksinə, sənin dinini bütün dünyada tanıtmaq, yer üzündə sülh və xoşbəxtliyi yaymaq, göstərmək, bölgələrdə işləri yoluna qoymaqdır ki, məzlum bəndələrin asudə və rahat yaşasınlar. Sənin vacib hökmlərinə,
sünnənə, İslami və ilahi hökmlərinə əməl eləsinlər. Ey cəmaat! Zalimlar sizə hakimlik və ağalıq edir. Onlar Peyğəmbərinizin nurunu söndürməyə çalışırlar. Əgər bu işdə bizə kömək etməsəniz və bizimlə bir olmasanız, Allah bizə kömək edəcəkdir. Ona təvəkkül etdik, ona üz tutduq və axır dönüşümüz onadır. İmam Hüseyin əleyhissalamın Ömər ibn Xəttabla söhbəti. Bir gün Ömər ibn Xəttab Allah Rəsulunun minbərində oturub xütbə oxuyarkən belə dedi: Mən möminlər üçün öz nəfslərindən daha üstünəm. Məscidin bir küncündə oturan İmam Hüseyin əleyhissalam ayağa qalxdı və belə buyurdu: Ey yalançı! Babam Allah Rəsulunun minbərindən düş. Bu minbər sənin atana aid deyildir. Ömər dedi: Doğrudur. Bu minbər sənin atanın minbəridir. Mənim atamın minbəri deyil. Bu sözləri sənə kim öyrətdi? Atan Əli öyrətdi. İmam Hüseyin əleyhissalam belə buyurdu: Əgər atam Əli əleyhissalamın əmr etdiklərinə itaət etsəm, şübhəsiz hidayət yolu üzərində olmuş olaram. Cəmaat Allah Rəsulunun zamanından atama beyyət ediblər. Bu beyyət və öhdəçilik hələ də cəmaatın boynundadır. Bu beyyət əmrini Cəbrail əleyhissalam Allah tərəfindən gətirmişdi. Quranı inkar edənlərdən başqa heç kim bunu inkar edə bilməz. Cəmaat bunu qəlbləri ilə bildilər, başa düşdülər, lakin dilləri ilə inkar etdilər. Vay olsun biz əhl-i beytin haqqını inkar edənin halına. Allah Rəsulu onlara qəzəbli olduğu halda onunla necə üz-üzə gələcəklər? Ömər ibn Xəttab dedi: Ey Hüseyin! Atanın haqqını inkar edənə Allahın lənəti olsun. Bizi bu cəmaat xəlifə və əmir olaraq seçdi. Əgər atanı əmir və xəlifə seçsəydilər, biz ona itaət edəcəkdik. İmam Hüseyin əleyhissalam buyurdu: Ey Xəttabın oğlu! Hansı cəmaat səni özünə əmir seçdi? Sən Əbu Bəkri özündən sonra səni sorğusuz sualsız cəmaata xəlifə seçməsi üçün özünə əmir seçdin. Halbuki bunu etməyin üçün nə Peyğəmbərdən bir dəlil var idi, nə də Əhl-i Beyt bundan razı idi. Məyər sizin öz aranızda razılığa gəlməyiniz Allah Rəsulunun razılığına səbəb olur? Allaha and olsun ki, əgər danışan dil və möminlərin dəstəklədiyi bir əməl olsaydı, sən Əhl-i Beytin minbərinə çıxıb xütbə oxuyaraq onlara nazil olan kitabla onlara hökm edə bilməzdin. Elə bir kitab ki, sən onun nə təvilini, nə də ki təfsirini bilirsən. Sadəcə səsini eşidirsən. O da qulağının sayəsində. Sənin yanında xəta edənlə doğru şəxs eynidir. Allah sənin əməllərinin qarşılığını versin və etdiklərinə görə səni ağır bir şəkildə mühakimə etsin. İmam Hüseyin əleyhissalamın sözləri burada tamamlandı. Ravi burada Həzrəti Əli əleyhissalamla Ömər ibn Xəttab arasında olan bəzi sözləri nəql etmişdir. Lakin biz onları nəql etməyi lazımlı bilmədik. Öyrənmək istəyənlər İbn Əsakirin Tarix və Təbərsinin İhticac kitabına müraciət edə bilərlər. İmam Hüseyin əleyhissalamın xütbələrindən. İmam Hüseyin əleyhissalamın İraqa getməyə qərar verdiyi zaman oxuduğu xütbə. İmam Hüseyin əleyhissalam belə buyurdu: Həmd Allaha məxsusdur. Allahın dilədiyi olur. Güc və qüdrət yalnız Allaha məxsusdur. Ölüm
Adəm övladı üçün yazılmış vacib və nə etsən də ondan qaçılması mümkün olmayan bir əmrdir. Mənim babamı, atamı, anamı və dünyadan gedən əzizlərimi görməyə tələsməyim, Həzrəti Yaqubun Yusif əleyhissalamı görməyi arzulaması kimidir. Mənim üçün bir qətilgah hazırlayıblar və mən də ona tərəf gedirəm. Mən Nəvavis və Kərbala arasında olan həmin qətilgahda ac qurdların, canavarların bir yerə yığışaraq qarınlarını doyurmaq üçün mənim bədənimi parçaladıqlarını və ac qarınlarını doldurduqlarını görürəm. Allahın bəşər üçün yazdığı təqdirindən, yazılmış belə bir gündən qurtuluş yoxdur. Allahın razı olduğuna biz Əhl-i Beyt əleyhissalam da razıyıq. Biz onun bəla və imtihanına qarşı səbr göstərəcəyik. O da qiyamət günündə bizə səbr edənlərin mükafatını verəcəkdir. Allah Rəsulunun bədəninin parçaları heç vaxt ondan ayrı qalmazlar. Onlar cənnətdə ona qovuşacaqlar və Peyğəmbərin gözü onları görməklə aydınlaşacaqdır. Allahın Rəsulu onların barəsində verdiyi vədinə əməl edəcəkdir. Kim bizim yolumuzda özünü fəda etməyə və qanının Allah yolunda tökülməsinə hazırdırsa, bizimlə birlikdə gəlsin. Çünki mən Allahın izni ilə sabah səhər tezdən yola çıxacam. İmam Hüseyin əleyhissalamın sözlərindən. İmam Hüseyin əleyhissalam İraqa gedəndə İbn Abbasa üzünü tutub belə buyurdu. Peyğəmbərlərinin qızının övladını öz vətənindən, elindən, obasından və cəddinin hərəmindən çıxaran bu qövm haqqında nə deyirsiniz? Onu qorxutmağa çalışdılar, tək qoydular, öldürməyə səy göstərdilər və qanını tökməyə qərar verdilər. Halbuki o heç bir şeyi Allaha şərik qoşmamış, heç bir pis iş görməmiş və günah etməmişdir. İbn Abbas belə dedi: Sənə fəda olum ey Hüseyin. Əgər mütləq Kufəyə getməlisənsə, onda heç olmasa ailəni və uşaqlarını özünlə birlikdə aparma. İmam Hüseyin əleyhissalam ona belə cavab verdi: Ey əmim oğlu, yuxumda Allahın rəsulunu gördüm. O mənə bunu əmr etdi və mən də buna zid hərəkət edə bilmərəm. Belə ki, o mənə onları da özümlə aparmağımı əmr etdi.